Cruises.az-ın değerli dostları, müşterileri, MSC Musica gəmisindəyik və 15-ci mərtəbə və buradan da panoramik olarak gəminin bütün məkanlarını, yuxarı mərtəbədə olan bütün məkanlarını görmək olar. 16-cı mərtəbədə ekskluziv solaryum olan bölüm var. Və budur gəminin ümumi görüntüsü. Gördüğünüz kimi bəzi hissələrdə jacuzzi, bəzi hissələrdə hovuz. Burada da jacuzzi var. Burada səhnə, istər gün orta saatlarında, əyləncə saatında ki, insanlar rahat bir şəkildə biraz əyləncəli vaxt keçirsinlər, bu mümkündür. Diqqət edirsinizsə, hovuz çox böyük deyil, amma kənarlarında kifayət qədər çox günəşlənmək üçün yerlər var. İstər yuxarı mərtəbədə, istərsə də aşağı mərtəbədə. Bu minvalla eləcə də hovuz kənarında bu hissədə siqaret çəkilmə yeri var. Siqaret çəkən dostlarımız üçün məlumat xarakterli. Və biraz daha qarşıda uşaq əyləncəsi üçün olan bölüm var və ümumi bu hissə sizə tam aydın olsun deyə videonu bölmədən o şəkildə davam edəcəm sizin üçün. Çox böyük gəmi deyil. Daha kiçik ölçülü, belə deyək, standart klasslarda olan gəmilərdə müəyyən xüsusiyyətlər var. Hansı ki, onu nəzərə almaqda fayda var. Bu nə deməkdir? Bu, məsələn, hal-hazırda gəmi dayanıb, amma yenə də bir titrəmə deyim, bir şey var. Sağ olun. Bir titrənməni hiss edirsən, əgər motor bölümü işləyirsə. Ona görə də daha köhnə nəsil olan gəmilərdə buna diqqət etməkdə fayda var. Əgər kimsə həm ölçü olaraq böyük olsun və yeni olsun deyirsə, mütləq ki, Cruises.az komandamıza müraciət edir və ən doğru gəmilərin tövsiyələrini alır. Ən yaxşısı demək mənasına gəlmir. Hər bir tələbin, hər bir səyahət üçün arzu olunan ehtiyacların bir qarşılandığı gəmi var. Və bu gəmilər də ümumiyyətdə hər gəmi bütün tələbləri qarşılayacaq deyə bir qayda yoxdur. Onun üçün doğru seçim edərək ki, istər ailə olaraq, istər cütlüklər olaraq hansı gəmilərə dincəlmək üçün getməli olduğunuzun mütləq ki, tövsiyələrini alın bizdən. Bizim məqsədimiz sizə yeni və ya necə deyərlər, baha kimi gəmiləri mütləq ki, vermək deyil. Əsas burada məqsəd sizə doğru gəmini təklif etmək və təşkil etməkdir ki, siz səyahəti doğru bir şəkildə həyata keçirdib ömür boyu unutmayacağınız bir səyahət həyata keçirdəsiz. Bu hissə hal-hazırda bağlıdır, amma o bir tarafdan keçəcəm. Bu biraz daha diqqət edirsinizsə, burada artıq uşaqlar yoxdur. Biraz daha böyüklərin rahat bir şəkildə dincələ biləcəkləri hissədir. Yenə burada bir bar var. Yəni kafa və barlar demək olar ki, bir çox yerdə var. Bir çox yerdə var və beləcə kafa və restoranların hovuz ətrafında rahat bir şəkildə gecikmədən işinizi görə, yəni dincələyə bilirsiniz. Uşaqlar üçün olan bölüm biraz belki bir uzun olacak, amma tam heç olmasa bir video tərkibində sizə gəminin ən üst hissə sayıla biləcək və ən çox vaxt keçirilən məkanları göstərməkdə fayda var ki, siz fikir sahibi olmanızda doğru bir yol izləyəsiniz.
Necə bayaq dediyim böyüklər üçün olan hissə buradır. Rahat bir şəkildə dincələ bilərsiniz. Qarşı tərəfdə isə balaca dostlarımız üçün olan bir hissə var. Ora lıxma çıxdı mı? Bəzən çünki istər təmizlik üçün, istər fərqli səbəblər üçün bağlaya bilirlər. Bağlanıldığında da bu müəyyən bir saat çox uzun çəkmir. Oyun zalıdır. Uşaqların su sürüşkəni deyil, adi qaydada bir oyun zalıdır bura. Kiçik dostlarımız burada əyləncəli, xoş vaxt keçirdə bilərlər. Məsələn, biri gəlib dincəlmək üçün. Deməli, üst hissə biraz da belə bir yerdə də istəyənlər üçün yerdə də olan oyunlar var. Və gəminin arxa bölümünə tərəf, bəlkə indi videoda səs eşidilir yoxsa yox, biraz artıq motorların olduğu hissədir, bəlkə də ona görə səs yüksək gəlir. Videoya düşmədisə, deməli ki, çox yüksək deyil, amma normal qulağa biraz şey gəlir. Gəminin arxa bölümündə futboldur, basketboldur, fərqli oyunların oynana biləcəyi bir bölümdür. Bu şəkil balacalar üçün də var, futbol üçün, basketbol. Elə bir açıq bölümdür. Ən arxaya da bir göz attığımızda artıq 15-16-cı mərtəbəni sizə tam göstərə bilmiş olacağım. Balaca gəmidir və də seçim edərkən, bu tip gəmiləri seçim eləyərkən müştərilərimiz daha çox marşruta üstünlük verir. Eləcə də bütün dünya, sadəcə Azərbaycan müştərisi deyil, bütün dünya müştəriləri biraz daha marşrutuna üstünlük verir. Bax belə. Doğru kruizləri əldə etmək üçün bizimlə əlaqə saxlayın. Cruises.az və komandamız sizə ən doğru kruizləri təklif edəcək və təşkil edəcək. Bax belə.